Həzrət Abbas kimdir? Bizim xalqımızın dilində belə bir məsələ çevrilmiş ifadələr var ki, kimisə kimlənsə qorxutmağa çalışanda, bax indi Əzrailin gələcək deyirlər. Yaxud gücü, qüvvəni, şiddəti ifadə etmək üçün isə Həzrət Abbas şilləsi kimi ifadədən istifadə edirlər. Kimdir Həzrət Abbas? Əbülfəzl, yəni Fəzlin atası künyəsi ilə məşhur olan Abbas ibn Əlidir. Hicrətin 26-cı ilində Mədinə şəhərində doğulub. O, İmam Əlinin 5-ci oğludur. Yəni İmam Həsən və İmam Hüseynlə ata bir qardaşdılar. Peyğəmbərimizin qızı, həm də İmam Əlinin həyat yoldaşı Fatimə xanım dünyasını dəyişdikdən 10 il sonra Həzrət Əli böyük qardaşı Əqillə məşvərət apardı. Əqil nəsəbşünas idi. Yəni kimi desəydi nəslini, əcdadını, kimlərdən olduğunu 5 barmağı kimi bilirdi. İmam Əli ondan igid və şücaətli övladlar dünyaya gətirə biləcək bir qadın tapmasını istədi. Təsəvvür edin, adətən adam evlənmək üçün bir xanım axtardıqda onun zərifliyinə və xanım xatınlığına fikir verir. İmam Əli isə dünyaya şücaətli və igid övlad gətirməsi üçün müəyyən parametrlərə malik qadın axtarırdı. Qardaşı Əqil də o qadını tapdı. Onun da adı Fatimə idi. Bəni Kilab qəbiləsindən olan Hazimin qızı idi. Əbülfəzl Abbasın anası həmin bu Fatimə xanım onu Fatimə deyə çağırılmalarına icazə vermirdi. O qorxurdu ki, bu ad İmam Əliyə və onun övladlarına Həzrət Fatimənin dərdini xatırladar və onları kədərləndirər. Bu qadın dünyaya 4 oğlan övladı gətirdi. Ona görə də onu Fatimə yox, Ümmül Bənin, yəni oğullar anası çağırdılar. O İmam Əliyə son dərəcə sadiq idi və İmam Əlinin şəhadətindən sonra yenidən ailə qurmadı. Bu xanımın məzarı Bəqi qəbirstanlığındadır. Yaxşı, Abbas nə deməkdir? Bu adı ona İmam Əli qoyub. Abbas sözünün mənası çox qaşqabaqlı deməkdir. Bu övlad həqiqətən də İmam Əlinin nəzərdə tutduğu kimi oldu. Boylu, puxunlu, cüssəli. Hətta nəql edirlər ki, atın belinə mindikdə ayaqları xeyli aşağı düşürdü. Əbülfəzl Abbas qardaşları Həsən və Hüseyndən xeyli kiçik idi. Məsələn, İmam Hüseynlə aralarındakı yaş fərqi təxminən 23 il idi. Yəni Kərbəla hadisəsində İmam Hüseyn 57 yaşında idisə, Əbülfəzl Abbasın 34 yaşı vardı. Həsən və Hüseyn Peyğəmbərin nəvələri, ha belə Fatimə Zəhra xanımın oğulları olduğu üçün ailə arasında da bu özünü biruza verirdi. Həzrət Abbas da həmişə qardaşlarına nisbətdə təvazökar mövqedə dururdu. Əhl-i-Beyt tərəfdarları arasında Əbülfəzl Abbasın böyük hörməti var. Çünki ömrünün sonuna qədər qardaşı Hüseynə sədaqətini saxladı. Mənim əzizlərim, bugün Roza, Mərsiyə, şeir və bu qəbil şeylərdə Aşura hadisələri haqqında eşitdiklərinizin bir hissəsi xurafatdır. Yəni deyilənlərin bəzisinin sənədi belə yoxdur. Bəziləri isə sadəcə neçə yüz il öncəki kitablarda ortaya çıxıb. Ona görə də bu məsələni sağlam, mötəbər mənbələrdən öyrənmək lazımdır. Mən Əbülfəzl Abbas haqqında yayılmış səhih olmayan şübhəli və bu qəbil məlumatlara ayrı videoda toxunmuşam. Burada toxunmayacağım. Sadəcə son olaraq 2 məsələyə toxunmaq istəyirəm. Birincisi budur ki, İslam tarixində Peyğəmbərin nəsli qədər şəhid vermiş ailə tapa bilməzsiniz. Hər hansı bir lider adətən tərəfdarlarının arxasında gizlənir, onları ölümə göndərir. Amma bu işin lap əvvəlindən Peyğəmbərin ailəsindən şəhidlər çıxmağa başladı. Əvvəllər öz əmisi Həmzə Ühud döyüşündə şəhid oldu və İslam aləmində şəhidlərin ağası kimi məşhurlaşdı. Daha sonra isə Peyğəmbərin nəvəsi Hüseyn şəhid oldu və o da bu ləqəblə tanındı. Ha belə Mu'tə döyüşündə Peyğəmbərimizin əmsi oğlu, həm də İmam Əlinin qardaşı Cəfər ibn Əbu Talibin 2 qolları kəsildi, sonra şəhid edildi. Eynilə də Həzrət Abbasın da Kərbəla hadisəsində 2 qollarını kəsdilər və sonra şəhid etdilər. Yəni bu ailə ən çox şəhidi olan ailədir. İkinci məsələ odur ki, tanınmış səhabə Səd ibn Əbi Vəqqasın oğlu Ömər Yezidin əmri ilə İmam Hüseynin mühasirəyə alan qoşunun rəhbəri idi. Bax, bu Ömər ibn Sədə Rey mülkünü söz vermişdilər. Rey mülkü vədinə görə İmam Hüseynin qanını tökməyə razı oldu. Əşi cənnət, cəhənnəm filan 5 məkan nisiyə söhbəti kim gedib görüb ki? Nağd olan Rey mülküdür. Lakin İmam Hüseynin dediyi kimi ona bu Rey mülkündən heç nə qismət olmadı.
Ömər ibn Səidin qoşununda iştirak edən Şimr isə Həzrət Abbasın anası ilə eyni qəbilədən idilər. Yəni qohumluqları çatırdı. Kərbəla hadisəsində Şimr amannamə gətirdi. Əbülfəzl Abbasa və qardaşlarına verdi ki, çıxın rahat gedin. Sizinlə heç kəsin işi olmayacaq. Lakin bunu özünə təhqir hesab edən Həzrət Abbas amannaməni geri çevirdi. Yəni nağd olan təhlükəsizliyi bu qoşunun nisyə saydığı axirətə dəyişmədi. Ona görə də vəfadarlıq, sədaqət deyən kimi Həzrət Əbülfəzl Abbas xatırlanır.